Sizdən istəyirəm bir dənə misal gətirəm. Bizim xüsusi təyinatlılardan bir şəhid var. Allah ruhunu şad eləsin bütün şəhidlərin. Rəhmət eləsin. Amin inşallah. Cavid Hüseynov. Tovuz rayonunun Alakol kəndindəndir. Şəhidin anası Səringül ananın danışdıqlarından mən bir məsələni bölüşmək istəyirəm. İki bacının bir qardaşıdır. Boylu, buxunlu, gözəl, göyçək, yaraşıqlı bir igid Azərbaycan oğlu gedir şəhid olur. Ana övlad şəhid olandan sonra sarsıntı keçirdir. Ağır məqamdır. Allah bütün şəhid ailələrinə səbir versin. Amin. Çətin məqamdır. İki bacının bir qardaşı dünyasını dəyişir. Təbiidir, ana da hazır deyil. Hələ şəhadət məqamının nə olduğunu bilmir. Öz dediyinə görə deyir, 4 ay nasəza danışdım. Allaha üsyan elədim. Əstəğfirullah yazımda. Başladım Allaha qarşı deyingən oldum. Dedim, niyə mənim başıma bu gəldi? Mənim oğlum belə boylu, buxunlu, gözəl oğlum niyə belə oldu? Başladım, deyir, Allaha qarşı üsyan eləməyə. 4 aydan sonra, deyir, bacım gəldi bizə, yəni şəhidin xalası. Dedi, mən axşam bir yuxu görmüşəm. Bunu niyə danışıram bilirsiniz? Ayə ki, oxudum, deyir, şəhidlər diridilər. Onlar dünyasını dəyişiblər, ölməyiblər, onları ölü sanma. O diriliyə sübut üçün bunu danışıram. Yəni, o dünyada deyil, başqa dünyadadır. Amma anasının havasını saxlayır. Amma anasının imanını qorumağa çalışır. Ətrafındakıları qoruyub rəhbərlik eləməyə çalışır. Yəni, o dünyasını dəyişdi, yox olmadı. Ana üsyan eləyir, Allaha qarşı çıxır, gör, şəhid necə gəlir anaya təlim eləməyə. Bacı gəlir, xalası şəhidin, deyir ki, yuxuda gördüm bir dənə böyük maşındır. Bizim hamımızı Cavid yığıb maşına gəzməyə aparır. Və hamımız sevincək haldayıq, Cavidlə bir yerdəyik. Gedirik, deyir, amma sən orada yoxsan. Ana orada yoxdur. Ana yoxdur orada. Deyir, mən dedim ki, Cavid, bəs ana hardadır? Səringül hardadır? Bəs onu niyə aparmırıq? Deyir, dedi, onu aparmaq istəmirəm. Dedim, niyə? Dedi, çünki o Allaha üsyan eləyir, mən narahat olurum. O Allaha qarşı çıxır, mən narahat olurum. Belə bir başqa şəhid analarından biri də demişdi, deyir, oğlum yuxuma girdi, dedi ki, sən mənə cümə axşamları gəlmə qəbrimin ziyarətinə. Dedim, niyə? Dedi, cümə axşamları bütün şəhidlərin ruhu İmam Hüseyin ziyarətinə gedir, bizi aparırlar ora. Mən ora gedəndə, sən qəbrim üstə gələndə, İmam Hüseyin əleyhissalam mənə deyir ki, anan ziyarət və gəlib, sən qayıt, get. Mən oradan ayrılıram, sən başqa gün gəlsin, gəl ziyarətimə. Yəni, bunlar anaların da təlimləndirirlər, ətrafını təlimləndirirlər. Ana deyir ki, elə bil məndə bir inqilab oldu, oyanış baş verdi. Dedim, mən niyə belə eləyirəm, mənim oğlumu narahat eləyirəm, ruhunu narahat eləyirəm. Gəldim, deyir, Bakıda, burada qohumlarımızda hac xanımlar var idi, bunlardan başladım, deyir, biraz din öyrənməyə. Bilirdim, deyir, həmd surə filan, yavaş-yavaş məndə bir inqilab oyandı, oyanış başladı. Sonra deyir, Allaha bir dənə şəhidin yuxuya girib söz deməyinin vasitəsilə görünə boyda bərəkət var burada. O qanın bərəkətidir də, ruhun bərəkətidir. Sonra deyir, namaz qılırdım, namaz halındaydım, gördüm, zəng gəldi telefona, bir nəfər məni həcc ziyarətinə göndərmək istəyir. Ana deyir ki, mən kətçi adamam, kənd adamıyam. Mən heç kəndin bu başından o başına tək özüm gələ bilməzdim. Birdən məndə bir ruh yüksəkliyi yarandı. Mənə dedilər, həcc ziyarətinə bir nəfər xeyriyyəçi qardaş, Allah onda malına, mülkünə bərəkət versin, canını salamat eləsin. Deyir, gördüm, dedi, göndərmək istəyir, dedim, gedirəm. Mən ki, deyir, o kətdə o rahat sərbəstliyim yox idi, dedim, xarici ölkədə gedirəm. Pasportum var, dedim, var, pasportum da var. Hardan var, biraz narahat idim, deyir, qaynım Rusiyada olur. O demişdi, ona pasport çıxardım, gələr burada biraz havası dəyişilsin, biraz mühiti dəyişsin, bəlkə özünə gəldi. Getdim, deyir, Kəbə evini ziyarət elədim. Ərafatda idim, deyir, hələ orada mənə qapılar açılır, deyir, hisslər olurdu. Namazlarımda, yuxularımda, ibadətlərimdə onu hiss eləyirdim, deyir.
22 gün orada qaldım, hiss elədim ki, Cavid bizi ilə bərabərdir. Təsəvvür elə addım-addım, indi ana bunu danışır mənə, biz elm xadimiyik də. Yəni biz bunu tam başa düşürük. Bəzi məsələlər ola bilər, heç ana məsələ onu dərk eləyib, amma onun elmi tərəfini bilmir də. Yəni biz bilirik ki, şəhid onu aparıb addım-addım ziyarət elətdirib də, Ətəbat-ı Aliyatı. Yəni şəhid ora şəhidin məskənidir də zaten. Öz məskənində onu qonaq eləyib. Yəni anasının şəhid orada, yəni biz elmi cəhətdən bunu başa düşürük, irfani cəhətdən bu nə deməkdir? Şəhid öz məskəninə, öz mənzilinə qonaq eləyib anasını. 22 gün əlindən tutub gəzdirib. Bu 22 gündə ana onu müxtəlif yerlərdə hiss eləyib. Müxtəlif yerlərdə onu hiss eləyib. Deyir, bir yerdə Ərəfatda biz xeymənin kənarındaydıq. Mən birdən hiss elədim ki, o mənim yanımdan keçdi. Və yanımdan keçəndə mənə toxundu. Qəlbimə bir aramlıq gəldi. Və orada başqa bir xanım da, şəhid anası da var idi. O da deyir, mənə dedi ki, sanki mən də hiss elədim ki, buradan kimsə keçdi. Mən deyir, orada oğlumu hiss elədim. Təsəvvür edin, adamı aparır və Allah tərəfə dönüş elətdirir. Ana hicab geyir, mühəccəb olur və qəlbinə bir aramlıq